Qardaçıl 9 peyvəndi nədir? Qardaçıl 9 peyvəndi bizə uşaqlıq boyunu xərçəngindən qoruyan peyvənddir. Hər dəfə eşidirik ki, uşaqlıq boyunu xərçənginə görə peyvənd olmalıdır. Bu, məhz həmin dediyimiz qardaçıl 9 peyvəndidir. Bu necə baş verir? Qardaçıl 9 peyvəndi 9 onkogen formaya görə orqanizmi qoruyur. Yəni, bu 9 formaya yoluxmaqdan bizi qoruyur. Əgər öncədən yoluxmamız varsa, həmin o formanı məhv etmir. Amma yeni, yəni formaları yoluxmadan qoruyur. Ona görə məsləhətimiz qız uşaqlarına ailə qurmazdan öncə peyvəndin olunmasıdır. Yəni, virusun hansınasa bir yoluxuruqsa, sonradan peyvənd etməmizə əngəl deyil. Peyvənd edirik yenə. Amma hansısa öncədən yoluxmuş formadan qorumayacaq. Ona görə çalışaq ki, ailə qurmazdan öncə, yəni ilk cinsi münasibətdən öncə peyvənd olunsun ki, bütün onkoloji formalardan özümüzü qorumuş olaq. İndi peyvəndimizi hazır şəkildə qarışdırdıq. Məhz mütləq ki, bu, yəni, belə deyək, bulanıq bir məhlul alınmalıdır. Və bazuda deltaya bənzər əzələyə vururuq. Bu bizim ikinci dozamızdır. Artıq 2 ay keçib birinci dozada.